Bakıdan bura bu şampunu özümlə götürmüşəm və gedirəm səhər-səhər çimdiyəm. Mən bura gələn kimi Temu bağlamalarım biri-birinin dalınca gəlirlər Gəlal nöqtəyə. Hələ bugün evə çatdırma olundu. Yaxşı ki, pərvanəyə götürə bildim. Mənim planşetim çox tez gəldi. Səbirsizlənirdim, gözləyirdim ki, ayda nə vaxt gələcək, nə vaxt gələcək. Mən bura gələn kimi hamısı gəldi. Saçma başıma fikir verməyin. Saçım yaşdı, indi içməyib çıxmışam. Qəsdən isti geyinmişəm ki, soyuq dəyməsin mənə. Çünki hava o qədər də isti deyil. Biraz nəmləndirici krem tətbiq eləyim və makiyaj bugün eləmək istəmirəm. Bu arada hər kəsə salam qızlar, kanalıma xoş gəlmisiniz. Təzə bir vlog başlayıram. Adətən elə zakaz eləyirəm ki, Temu bağlamalar yavaş-yavaş gəlsin və dalbadal Temu videolar olmasın da, bildiniz necə. Mən Bakıya qaydanda istər-istəməz səbrim çatmayacaq, bir hamısını açmaq istəyəcəm və siz də dalbadal Temu videoları gözləyin. Son zamanlar istifadə elədiyim krem Trendyoldan sifariş elədiyim bu Roza seriyalı Nivea'nın kremidir. Gözəl nəmləndirir. Belə. Qaşıma da Naunun geli vurmuşam. İndi yaxından göstərəcəm. Baxın, bu gelinə sabitləmişəm. Çox gözəldir. Ürəkdən sizə məsləhət görürəm. Ümumiyyətlə Naun bir brend kimi dəhşət bəyənilir mən tərəfdən. Və ucu da bununla çəkmişəm. Inglot'un lineridir. Sırf qaş üçün nəzərdə tutulub aman bu arada. Saniyələr içində burada belə gözəl quruyur saç. Dünən hələ başıma hadisə gəlib, YouTube mənim bir videomu silib. Mənə də bir məktub gəldi ki, qaydaları pozursuz. Belə hallar sizin kanalı üçün problem yarada bilər. Deməli, keçən il mən arıqlama barədə video çəkmişəm və orada deyirəm ki, 40 gün ərzində mən 13 kilo arıqlamışam. 4-dən sonra heç nə yeməmişəm və bu haqda danışıram. YouTube da mənə yazıb ki, belə arıqlamaq düzgün deyil. Belə olduğu halda insana nəsə ola bilər, onun sağlamlığına ziyan vura bilər. Siz belə məsləhətlər verməyi düzgün deyil. Bu pişik isə daimi bizim evimizin sakini olub. Şkafı yer eləyəndə mən yay paltarlardan bir bu qədər ayırmışdım ki, sırf kəndə aparacam və yalnız kənddə geyinəcəm. Bəzən bəyənmədiyi paltarlardır. Misal üçün bu paltarı yalnız kənddə geyinirəm. Elə bugün də bunu geyinəcəm. Öz üzerimdə də göstərərəm sizə. Maykadır, budur, odur. Çoxdandan sifariş elədiklərim. Hər dəfə paltar bura daşımamaq üçün. Çünki adam yorulur. Buradan ora apar, oradan bura apar. Yaxşısı qarderobun bir hissəsi hələ burada qalsın. Görüşün belə maykalardır burada, bu kropdur. Bir sözü, bunlara hamısını elə küçə geyinəcəm. Bugün isə bu donu geyindim, düzdür ütüləməyə axıtım olmadı, amma məncə çox da bilinmir. Yaxşı ki, o vaxt bu paltarları hamısını qırağa qoydum və indi burada bol paltarlarım var. Gündə bir şey geyinə bilərəm. Gələndə isə düşünürdüm 1-2 günlük gəlirəm. Ayda necə 2 dəqiqəyə saçım oldu qupquru, birdən baxın. Dəhşət tez quruyur buradan. Bakıya qaydanda dırnaqları da gərək yeniləyim. Amma heç yerdən qopma, nə sınma yoxdur. İdeal vəziyyətindədir. Elə bayaqdan Pinterestdə baxıram dırnaqlara, fikirləşirəm, maraqlı nə edə bilərəm. Çünki Bakıya qaydan kimi dırnaq ustamın yanına gedəcəm. 2 gün bundan əvvəl güya ki, öz aləmində bazarlıq eləmişdi və fikirləşdim ki, hardasa bir həftə 10 günə bizə bəs eləyəcək. Amma indi baxıram ki, uzaqlayıcılıqda heç nə qalmayıb. Amma biz cəmi 2 nəfəriyik. Çörəyini yeyib getmək istəyirəm Sevagilə. Onların internet provayderi burada olanlardan fərqlənir və sürəti qat-qat yüksəkdir. Burada misal üçün videonu yükləyəcəm 3 saata, orada isə hardasa 15-20 dəqiqəyə. Fikirləşdim də başımı niyə ağrıdım, buradan burada da oturum maşına gedim, videolarımı yükləyim. 2 dənə hazır videom var. Biri düzdür, biraz qısadır, amma da neyim. Birini bugün sırazu atacağım sizə, digərini isə sabah saat 12-də. Amma siz hər ikisini artıq görmüsünüz. Əgər görməmisinizsə, bu videonun altında sizin üçün link qoyacağım. Hər ikisini izləyə bilərsiniz. Mən isə oturdum, dırnaq ustamla biraz yazışdıq. Mənim xoşuma gələn variantları atdım ona. Sizə isə bura yapışdırıram. Sizcə hansı dırnaq eləyim? Hal-hazırda ekranda gördüyünüz variantların arasında fikirləşirəm. Hərəsinin yanında rəqəm qoymuşam. Mütləq rəy bölməsində yazın. Sadəcə bir rəqəmi yazmaq kifayət eləyəcək. Həmişə belə sorğu sualı mən Instagramda eləyirəm və belə
Belə olduğu halda bəzən izləyicilər inciyirlər, hansılar ki Instagramı istifadə eləmirlər və yaxud mənə Instagramda abunə deyirlər. Onlar hər zaman yazırlar ki, bəs YouTube-da niyə eləmirsən? Hələ indi videonu qoyursunuz stopa və seçirsiniz bu variantların arasında. Gərək ümumiyyətlə evdən çıxmamışdan əvvəl maşını xodlayasan və biraz gözləyəsən ki, maşın tam olaraq soyulsun. Oturdum burada sanki hamamdır da, dəhşət. Və gedirəm Sevgilə. Mən ümumiyyətlə onların ailəsini dəhşət çox istəyirəm. Ümumiyyətlə qonaq kimi gedəndə elə isti münasibət göstərirlər. Dəhşət qonaqpərvərdirlər. Adam lap orada qalmaq istəyir. Mamanın ən sevdiyi meyvəsi tuttum. Burada da qəşəng böyük tut ağacı var. Gərək mamanı da götürərdim bura gələrkən. Kəndin başında bulaq var və eşitdiyimə görə orada təzə bisiyatka qurublar, nəsə şərait yaradıblar. Biz də istəyirik ora gedək. Əslində sabah istəyirdim, amma biri günə qaldım. Gəlmişəm qızlar bura. 2 dəqiqə ərzində videonu yüklədim. Sadəcə 2 dənə videonu yükləmişəm. Elə qəşəng sərindi buralar. Adam heç buradan çıxıb getmək istəmir. Elə burada qalmaq istəyir. Amma getməliyəm. Bayır istidir deyə belə xalçanda qəşəng yığıblar. Polda sərin. Oturmuşuq Fatma'nın buradan. Nə gətirib mənə sağ olsun. Bunların gilası uca deyil. İridir, həm gözəl şirindir. Mən belə kalfasan xoşlayıram daha çox. Basıb yiyirəm mən burada. Cənnətə düşmüşəm. Bugün heç makyaj eləməmişəm. Ümumiyyətlə kənddə adamın həvəsi olmur. Makyaj eləmək, özünə baxmaq, başını darımaq. Bilmirəm niyə görə belədir. Misal üçün şəhərdə adi supermarketə gedirsən və baxırsan ki, insanlar hamısı makyajlıdır, qaynaqlıdır, baxımlıdır. Adam istər-istəməz bəzənmək istəyir. Amma burada məndə əksinədir. Burada mən babşə bəzənmək istəmirəm. Ona görə valla prosto gərək uzanasan belə. Mən pişməsəm bəsəm. Bakıya gələndə elə bəyənmişdim. Fatma'nın belə gözəl şalvarı var. Və bayaqdan mən Fatma'ya deyirəm ki, mənim zərli şalvarım mənə qısa gəlir. Fatma da mənə deyir ki, istəyirsən bunu primerka ilə və deyişək. Bunu bu sənə olsun. Sənki isə mənə indi primerka eləyəcəm. İndi deyəcəksiniz ki, yazıq uşağın şalvarı əlindən aldım və haqlı olacaqsınız. Belə bir plan cızmışam, fikirləşmişəm ki, həm öz şalvarını gətirəcəm Fatma üçün, həm də ki, ona demişəm ki, Tiamudan 40 manatlıq məhsul seçə bilər. Mən onun üçün sifariş eləyəcəm, gətirəcəm və hədiyyə eləyəcəm. Amma bu şalvar mənimdir. Burada Fatma ilə oturduğum üçün paltarları seçirik. Belə bir şortu seçirik. Çox zövqlü və gözəl görünür. Uzunluğa da baxmışıq, çox da qısa durmur. Həm ağ rəngi var, həm də ki, qara fikirləşdik ki, qara rəng daha gözəl görünür. Və indi də gedib bunu vuracam. Və bu qoldan da vurmaq istəyirik. Və diqqət yetirəsiniz deyə burada da göstərirəm qızlar. Burada 2 dənə qiymət qeyd olunur. Satışa vuranda siz bu 15 ilə satışa vurulur. İlk müştərilər üçün yalnız bu qiymətlərdir. Sonra isə o indirimli qiymətlər təəssüflə qalmır, amma qəşəng qoldadır. Məncə almağa bunu dəyər. Fikirləşirik, o şortiklə hansı qolda gedər. Şalvar isə par-par parıldayır. Düzdür, bu rəngdə şalvarlarım çoxdur. Tommy Hilfiger şalvar da bu rəngdədir. Axırıncı Stradivarius'dan aldığım şalvar da bu rəngdədir. Digər də bəlkə 10 dənə şalvarım var bu rəngdədir. Amma bu da çox xoşuma gəldi. Tam boy olaraq isə mənim üzərimdə belə görünür. Uzunluğu idealdır. Fatma'ya isə bu biraz uzundur və məndə olan şalvar ona qıqras olacaq. İndi gətirəndə mütləq göstərəcəm sizə. Çünki Bakıya gedib tezdən qayıdacağım. Son zamanlar kəndə qarşı dəhşət həvəsliyəm. Elə burada qalmaq istəyirəm. Normal yaxınlaşa bilmirəm. Qorxurlar, qaçırlar. Siz bu şirinlərə baxın. Biri-birindən gözəl. Şalvarı mənimsəməd. Nə deyirlər? Şalvarı özümə götürdüm. Yaxşı oldu, uzunluğu bəyəndim. Deyinəcəm bunu. Barter elə deyil. Değişdi. O mənə öz şalvarı, mən isə Bakıda olan şalvarı növbəti dəfə gələndə gətirəcəm Fatma üçün. Siyə bandı atmalı. Açar yadımdan çıxdı. Açar.
Bunu qoyub evdə gedirəm. Düşməsə yaxşıdır. Boz torpaq maşınım. Şey eləmişəm, pilisos zakaz eləmişəm Temudan. Neçə olur? Ay, Temudan. 50 manat aldım. Bahalıları da var idi, ucuzları da var idi. Mən orta bir şey götürdüm. Buradan hara? Buradan deməli sola. Geldi burası yavan bir işin dalınca, sonra onu düşürdüm başka yerde ve gittim eve. Nişanlım benden soruşur ki o kent yerinde sen ümumiyyətlə ne çekirsin, hardan content tapırsan, hardan ideyaları götürürsən. Benim üçün ise her bir adım, benim her adımım contenttim. Gün ərzində ne inirəmsə hamısını çəkirəm. Siz de videolarıma yaxşı baxırsınız deyə daha da çox həvəslənirəm və daha da çox çəkmək istəyirəm. Yəni ki, ekstra nəsə düşünmürəm ki, bax bugün vlog çəkəcəm. Görəsən maraqlı mən neyə bilərəm ki, vlog maraqlı alınsın. Mən belə yanaşmıram bu məsələyə. Adi bir standart bir insan həyatı necə keçir? Bax eyni cür necə keçirsə elə də çəkib göstərirəm. Belə baxıram insanlara lazım olan da elə budur. Ben burada kameranı koymak istiyorum. Bu tarafa giymeli nasıl koyuram? Yeməli heç nə qoymurdum. Mən ay topuş stativlə telefonu qoyurdum ki, videoya çəkim, necə maşını həyata salıram. Bu tərəfdən də çəkim, maraqlı olsun. Sizdən isə həmişəki kimi bir xahişim, əgər kanala hələ də abunə deyilsinizsə, məni dəstəkləməyi unutmayın. Sadəcə bir barmaq toxunuşudur sizin üçün, kanalıma abunə olun. Biz hələ ki yuxarı mərtəbələrini bitirməmişik, toz torpaqdır buralar. Bugün eləməli idi əslində. Nəsə həvəs olmadı. Biz də fikirləşdik, həvəs yoxdursa öz məcburləmək olmaz. Ona görə qaldı belə yarımçıq. Düşdüm aşağı, görürəm mamıçka burada mənim üçün çay süzüb. Burada su ekstra dadlıdır, ona görə nə qədər içsəm də kifayət eləmir. Bir stəkan da içək. Bu odun qoxusunu var, o qədər sevirəm, sanki məni uşaqlığıma qaytarır. Belə baxanda sizdən heç nə getmir. Sadəcə mənim kanalımda tez-tez videolar görməyi istəyirsinizsə, misal üçün hal-hazırda necə hər gün demək olar ki, atıram. Elə istəyirsinizsə bu videoya zəhmət olmasa like qoyun. Videoda like sayı çoxalsa, mən tez-tez videolar atacağam. Belə baxanda 80-90 min insan baxır, bir 10 min like eləsəz, çox sevinərəm. Bəzən insanlar sadəcə unudurlar. Videoya baxırlar, amma like-a önəm vermirlər, amma önəmi var. Maraqlı məhsul olaraq supermarketdə gözümə sataşdı deyə həm özüm üçün hazırlamaq istədim, həm də ki sizin üçün bir dənə şots olaraq çəkirəm bunu. Bu deməli pendirli ramyondur. Ümid edirəm ki çox da acılı olmaz. Amma uca qoxusundan hiss edirəm ki dəhşət dadlı bir şeydir. Ümumiyyətlə noodle'ın içinə pendir əlavə edəndə dəhşət dadlı alınır. Bunu belə qəşəng qarışdırıram və qoyuram bir 5 dəqiqədən. Bununla bağlı şots video da çəkdim. Tərkib haqda və s. maraqlı bir video alındı. Belə şeyləri çox yemək sizə məsləhət görmürəm, amma arada elə istəyir ürəyim. Chips olsun, belə şeylər olsun. Və düşünürəm ki, eybi yoxdur. Ayda 1-2 dəfə olar. Heç nə olası deyil. Spora düşmüşüm mama ilə. Həmişə burada gördüyünüz pişik qaralıb. Bu niyə bugünə düşüb? Yadınıza gəlirsə, ap-ağ idi bunun üzü, zadı. Dünənki vlogun kusoklarından mən bunun üzünü tapmışam, hardakı çəkmişəm. Baxın necə ap-ağ üzü var idi və indi baxın nə günə düşüb, bu niyə qaralıb belə. Mən əvvəl belə başa düşdüm ki, bu başqa bir şeydir. Sonra qarnından başa düşdüm ki, yox, həmin bir şeydir, prosta qaralıb. Bilməm, trubaya gelib və neyini. Burada axşamlar heç nəyi çəkə bilmirəm. Ona görə növbəti gündən sizə salam. Mən ikinci mərtəbədə yatıram, mama isə aşağıda. 3 gündür əyləşmişik və nəhayət ki bitiririk. İkinci mərtəbəyinə o qədər yorğan döşək var, hamısını düşürmüşük. Dedim ki, Bakıya getməmiş, buraları biraz kömək eləyim mamaya yığışdırmağa.
Bugünkü vlog qızlar 2 gündən ibarət olacaq, başa düşdüyünüz kimi. Cəmi 15 dəqiqə olurdu bir vlog. Mən də fikirləşdim növbəti günü də çəkim. Həm də ki bugün axşam oturum bu çəkdikləri videoları hamısını rus dilinə tərcümə edeyim, o biri kanala atım. Yoxsa telefonumun yaddaşı dolur, normal çəkə bilmirəm. Neçə gündür qızlar heç makiyaj da eləmirəm. SPF də yadımdan çıxıb qaldı. Bakıda bu qədər SPF alasan bura gələndə yadımdan çıxıb gələsən. Neysə. Makiyaj deməyə həvəsim yoxdur, amma yazıya gəlirsə Temudan kibrit qaynağı seti almışdım. Hətta Instagram üçün sizin üçün video da çəkmişdim. Alınmamışdı birinci dəfə qaynaq eləmək ev şəraitində. İndi isə bir çox videoya baxmışam, tutoriallara, siz də reylərdə yazdınız mənə, konkret nəsələri buraxmışam. İndi bu informasiyaları hamısını toparlamışam və başa düşmüşəm ki, bu dəfə 100% alınacaq. İstəyirəm kibrit qaynağı eləyim və ümumiyyətlə burada makiyaj etməyim. Hələ belə gəzim. Reyləri hər zaman oxuyuram. Çalışdığım qədər cavablandırıram. Əksər izləyicilər bizim köhnə evimizin house turu istəyirlər. Amma mama qoymur bunu çəkməyi. Deyir, ev köhnədir, neyi göstərirsən çəkməm. Ona görə təəssüf ki, belə bir maraqlı videonu çəkə bilməyəcəm sizə, amma ara sıra vloglarda göstərəcəm. Burada o qədər çay içirəm, çünki artizan suyudur. Şəhərdə suyumuzu almağına baxmayaraq, yenə də dadı o deyil. Ona görə burada doyunca içirəm. Yəni ki, hər qonşunun öz artizanı var və özü çıxardıb istifadə edir. Yəni ki, su pulu ödəmirlər. Sırf işıq pulu verirlər və artizanı quyu qazanda, belə deyim, 3000-ə yaxın pulumuz çıxır. Biz bunu 2 il bundan əvvəl eləmişik. 47 metr deyəsən dərinliyə bunu papa eləmişdim. Ara sıra suyun urovni aşağı düşürsə tezdəndən yeniləməlisən. Onun xırdalıqları təəssüf ki, bilmirəm. Bəzi qonşular var ki, vaxtı ki onların həyatında su olub, amma indi düşüb suyun urovni aşağı və indi susuz qalıblar. Nə qədər isti olsa da, məncə bu bizim mentalitetdə var. İstilikdən asılı olmayaraq biz çay içirik. Bir qaşıq kifayət edir. Dünən axşam yuxum gəlmirdi və başladım öz köhnə vloglarımı izləməyə. O qədər xoşuma gəldi bir vlog. Adi rutin vlogu idi və onu yadıma gəlir ki, mən silməyi istəyirdim ki, maraqsız bir video olaraq. Amma belə baxıram, çox da maraqlıdır. Ona görə videoların sayı çoxaltmaq istəyirəm. Hər gün paylaşmaq istəyirəm. Bilmirəm alınacaq və yaxud yox. Yəni burada iminə yükləməyi bilmirəm alınacaq. Amma belə çəkirəm. Hər gün yeyinirəm, durdum, nə bilim, nə iş gördümsə onu çəkirəm sizin üçün. Mən səhər-səhər kofeni içməyi daha çox xoşlayıram, amma dedik yox, çay dəmləyək, qəşəng çay içək. Dəmləyəndə də bir nəfərlik üçün dəmləyə bilmirsən, ona görə mən də fikirləşdim ki, kofeni içməyim, çay içim. Bunları mən çayla içməyi çox sevirəm, amma xaladelnika qoymuşam. Olublar daş kimi. Bir qarışqa da var. Olublar daş kimi. Gərək qoymazdım. Belə bir taryalkanı götürüb düşəcəm. Bağın canına, çünki gilas istəyirəm. Ağaclarımızda da əvvəlki videolarda göstərdim sizə ki, yox dərəcəsindədir. Amma hərəsindən 3-5-dən tapa bilsəm, badiyamda olacaq və qarnımı dozdurmuş olacağım. Meyvə bu qədər az olmağına baxmayaraq qiymətlər wow dərəcədə yüksək deyil. Supermarketə girdim, baxdım ki, gilas 17 manatadır və mənə elə gəldi ki, hələ kənddən bəlkə də 7-8 manata alırlar, amma buradan soruşdum, dedilər ki, 3 manat 50 qəpiyə alırlar buradan. Bizə isə Bakıda 17 manata supermarket verir. Düzdür, bəlkə Vasimoyda zadda daha ucuz olar, amma mən yalnız supermarket qiymətləri görmüşəm. Hələ 17 manata verən gilası da o qədər də gözəl gilas deyil, rəng o qədər də iri deyil. Başqa bölgələrdən məni izləyən varsa, mütləq yazsın rey bölməsində sizdə ümumiyyətlə gilas var və yaxud yoxdur. Varsa ümumiyyətlə sizdən neçəyə alırlar. Bizdə yaz aylarında havalar soyuq oldu deyə, külək oldu deyə güllər hamısı düşdü. Buna görə də meyvə demək olar ki, olmadı. Cəmi 2 ağacdan baxın bu qədər yığmışam. Mənə kifayətdir, mama ilə yeyərik. Çox yığmaq istəmirəm, çünki üstündəkiləri əksəri kaldır. Baxmayaraq ki, belə baxanda elə bilirsiniz ki, burada deyənlər çoxdur, amma diqqət versəz, yarı kaldır. Mən əslində belə kal xoşlayıram, nə yalan deyim sizə. Əksinə şipşirin olanda ürəyim bulanır. Bu isə əsl mən yediyi haldır.
Biz uşaq vaxtlarında nənəm 2 dənə ağac əkmişdi. Birinin adı qoymuşdu Aynur, birinin adını qoymuşdu mən qardaşımın adı Sərxan. Ağ gilas Sərxan idi, qırmızı gilas isə Aynur idi. Bir müddət böyüdülər, bəhər getirdilər hər ikisi. Mənim ağacım o qədər bəhər getirirdi, özüdəki xırda. Gilas əgər xırdadsa onu heç kim almır, yalnız soka gedir. Bu gilas ağacı həqiqətən uzun müddət, bəlkə bir 15 il bəhər getirdi. Həmişə də problem yaşayırdıq ki, çox xırdadır. Ağ gilas isə tez qurudu. Bu nərbəki ilə bir yerdə aparım bunu yuxarı. Maniçka ilə birlikdə yeyək. Mən ümumiyyətlə meyvəni çayına xoş deyirəm. Və məni çayla meyvə yeyən görəndə hamı gülür mənə ki, o necə olan şeydir. Amma əslində çox dadlıdır. İnşallah bu dəfə alınar məndən. Ümumiyyətlə siz də belə sirtlərdən alası olsanız, mən sizə məsləhət görərdim ki, yalnız uzunları alasınız. Çünki bu var, misal üçün 9, 10, 11 bunlar gözündə heç bilinmir. Sanki sizin bir böyük kipriyinizdir. Əgər qaynaq olduğunu hiss olmaqını istəyirsinizsə, biraz uzunlara yapışdırmaq lazımdır. Deməli, əvvəllər mən nə isə eləyirdim. Burada gördüyünüz bondu mən prosta duş kimi gözləri hamısına tətbiq eləyirdim. Amma bu düz deyil. Götürürəm yalnız uclarına tətbiq eləyirəm və yalnız o hissəyə hansına ki mən yapışdıracağım. Elə bildim ki, unutmuşam. Amma yox, buradadır. Bunun komplektində başqa pinset gedir. Amma onunla rahat deyil nəsə iş görməyi. İnşallah alınar. Yalnız kipriklərin diblərinə vurdum. Olsun 11. Videoda atmışam, durmadan bildirişlər gəlir. Sağ olsun mənim aktiv izləyicilərim. Birini deyəsən yapışdırdım, amma bu da qısadır. Gərək 15 saat yapışdırardım. Kleyi biraz vurdum. İndi bunlardan götürürəm. Keçən dəfəyə baxanda çox rahatlıqla yapışdırdım. Əsas da ondan ibarətdir ki, gözünüzü biraz yuxarı darsıtırsınız kipriklərin diblərini görmək üçün. Hamısını 11 yapışdırıram. Fakat alınır. Amma burada bir problem var ki, çox qısaları götürdüm yenə. Ən qırağına 11 yapışdırandan sonra dalşı mən 12-15 yapışdıra bilmərəm. Çünki ən qırağında ən uzunu olmalıdır. Ona görə 11 ilə davam eləməyə məcburiyyətində qaldım. Hamısını 11 yapışdırdım, kukla effekti alınsın deyə. Kleyi vurandan sonra bir balaca qurumalıdır. O quruyana qədər mən təzələri götürürəm. Belə götürdüm. Kaş ki biraz uzunları götürərdim. Bir şey də unutmuşam. Əvvəl körlərimə öz kiprikləri biraz vurmalısınız. Bununla isə fiksasiya edirsiniz. Yapışdırdığı yerləri belə keçirsiniz. Bəyəndim. Sağ olsun mənim Instagram izləyicilərim. Onlar mənə bir-bir mənim səfərimi yazdılar. Dedilər ki, sən bunu tam kipriyə tətbiq edirsən, amma yalnız diblərə vurmalısan. Necə də gözəl. Özdəki ən əsas, mən bunları qətti hiss eləmirəm. Hiss eləmirəm ki, gözümdə nəsə ağırlıq var. Güzgünü qətti əldə tutmayın, əlləriniz boş olsun. Və mümkün qədər güzgünü yuxarı doğru qoyun, daha rahat olsun deyə sizə. Bir də ki, hamı deyirdi ki, kiprik qaynağı ilə eyni effekti verir. 10 gün, 15 gün siz bu kipriklərlə gəzə bilərsiniz, amma mənim fikrimcə elə deyil. Öz təcrübəmlə əsaslanaraq bunu deyirəm, maksimum 3-4 gün gözünüzdə qalacaq, amma bəlkə hansısa bir tədbirə gedirsiniz, toya və s. istifadə eləmək olar və yaxud hər 3-4 gündən tezdən yapışdırmaq lazımdır o qopan yerlərinə. Burada isə mənim gözüm üzümə fikir vermir, burnumu belə yaxından çəkmişim. Əsas məqsədim o idi ki, kiprikləri yaxından göstərim, az qaldı telefonumu soxum gözümə. Real həyatda daha gözəl görünür, amma videoda tam belə gözəlliyi sizə hiss elətdirə bilmirəm, videoda göstərə bilmirəm. Ümid edirəm ki, görürsünüz, daha da uzun olsaydı məncə daha gözəl olardı.
olacaqdı, amma belə qəşəngdir. Misal üçün, əgər siz Jenna falan makiyaj edirsinizsə, sonra axşam o makiyajı silərkən, bunları yuyarkən bunlar da qopa bilər. Amma siz belə abartılı makiyajları sevmirsinizsə, prosta bunları yapışdırıb 3-4 günü yola verə bilərsiniz. Sonra o qopan biriksin, tezdən yapışdırmaq olar. Bilmirəm, videodan siz bu gözəlliyi görəcəksiniz və yaxud yox. Göylər pink rəngdədir. Sanki kimsə rəng vurub. Həqiqətən çox gözəldir. Amma videoda bilinmir. Təəssüf ki. Bu arxadan gələn qeyri-adi səsini eşidirsiniz. Bu bir pişikdir. Gün boyu məuldayır. Mən də istəyirəm ona yemək verim. Mən ona yaxınlaşan kimi məndən qaçır. Onun tərəfə prosta çörəyi atıram. Elə bilir ki, daş atıram mən ona. Qaçır həmin saniyə. Amma məuldayır. Day bilmirəm, insanlar bunu belə qorxudub, yoxsa niyə görə belədir. İndi isə bu videonu yavaş-yavaş yaxınlaşdırmaq istəyirəm. Çünki sabah təzə vlog çəkəcəm. Sizə isə demək istəyirəm. Çox sağ olun ki, bu videonu axıra qədər izlədiniz. Sizə həqiqətən çox sevirəm. Mən əvvəl dediyim kimi video like düyməsini basmağı unutmayın. Tez-tez videolar görmək istəyirsinizsə mənim kanalımdan.